Salam aleyküm. Çox dəyərli izləyicimiz, bu cür gözəl rəy bildirdiyiniz üçün sizə təşəkkürümüzü bildiririk. 2026-cı il bu videonu izləyən hər bir kəsin uğurlar gətirsin. Ümumi olaraq sevdiklərinə, ailəsinə huzur, bərəkət gətirsin, sevgi, məhəbbət gətirsin inşallah. Videodan keçmə, bəyənib komment yazmağı, fikrini bildirməyi də unutma. Sizə çox möhtəşəm Peyğəmbər duasının kodlaşdırmasından bəhs edirəm. Hansı ki, heç bir caduya şans bırakmayan, heç bir insanın ilahi kodlaşdırma ilə rəhmani batınlanma olmazsa, heç bir caduna xilas olma şansı yoxdur. Nə qədər o baxıcılara, cinci hocalara, falçılara, ekstrasenslərə müraciət etmişsiniz. Heç biri sizin üzərinizdəki cadunu təmizli batlı edə bilməz. Onlar hamısı palavra. Bismillah demək onların işinə yaramır, dəyərli izləyicilər. Çünki onlar Quran ayələrin tərsini oxuyurlar, sağdan sola oxuyurlar. Bismillah demək onların işlərinə yaramır. Bismillahsız olan yerdə xeyir, bərəkət güdən bir insan məncə ağlını işə salmamışdır. Cadu nədir? Cadu bədduadır. Rəhmani batınlama nədir? Rəhmani batınlama xeyirli bir duadır. Zülmani kodlaşdırma edirlər. Bir insanı bir insandan ayırmaq üçün, ailə dağıtmaq üçün, ruzisinə təsir göstərmək üçün, səhhəti ilə bağlı xəstəliklər yaratmaq üçün. Bir ailəli insanı ayırmaq üçün sevgi, məhəbbətlə bağlı, ilgili olan duaları, ayələri yerlərini dəyişdirərək və tərsinə sağdan sola oxuyaraq, sizin məlumatlarınızı əlavə edərək, şeytanın zülmani kəlmələrin, ayinlərin qataraq sizə ayə əks təsir göstərirlər və negativ enerji yaradırlar sizə. Və bu cadu əməli negativ simptomları, əlamətləri vardır. Ciddi səbəb olmadan ailənin bir-birindən boşanma qərarı verməsi, subay xanım və bəylərin ailə qura bilməmələri, nə qədər işləsən və ən çox işləyən sən, ən çox geridə qalan da sən, cadu olunmuş insanla olan söhbət gedir. Səndən fərasətcə, qabiliyyətcə aşağıda olan, yəni zəif olan insanlar səndən daha huzurlu, daha cibləri, cüzdanları pul görməkdədir, ruziləri var, nəinki sən. Bütünlü günü bir işlə kifayətlənməyib, ikinci işlə işləyirsən, yenə də bir türlü irəli gedə bilmirsən. Paranormal hadisələr yaşamaya başlayırsan, ailədə subay xanım və bəylər qarşına çıxan insanları ya özünə uyğun görmür və yaxud da qarşınıza çıxdığınız insan sizi özünə uyğun görmür və bu cür şəkildə anlamayacağınız bir tərzdə heç kimlə ailə qura bilmirsiniz, münasibət edə bilmirsiniz. Ən mənfi cəhəti də odur ki, vaxtınız, zamanınız gedir. Bir müddət danışırsınız, hər şey yaxşı, evlənmək, ailə qurmaq məqamına gələndə hər şey pozulur və zamanınız gedir. İşləyirsən, biraz pul 5-10 manat yığırsan, bir yerə anidən bir zərər, ziyançılıq baş verir. Çəkdiyiniz bütün əziyyətlər həba olur, puç olur. Ağır şəkildə xəstələnməyə başlayırsan, sinir ağrıları, əzələ ağrıları. Həkimə gedirsən, sənə diaqnoz qoya bilmir. Deyirsən, sağlamsan, amma sən ağrıyırsan. Renginə düşürsən, rengin sənin ağrıyan yerlərini göstərmir. Cadu qoymur, xəstəliyin ortaya çıxsın ki, onun davasını, dərmanını edəsən, sağala biləsən. Fizik bədəndə məlum olmayan ləkələr əmələ gəlməyə başlayır. Xına ləkəsi, göyərtilər, yara səpkiləri və s. Yuxuların tamamilə bərbad. Ən çox gecələr oyaq qalıb gündüzləri yatmağı tərcih edirsən. Tez-tez yaşayan insanları ölü insanları yaşayan görürsən. Hündür yerdə yıxılırsan. Diksinmələr, qantar içində oyanmalar. Vəhşi eybəcər şəklində heyvanlar görmək. Çox tez-tez yaşlı, çirkin qadın görmək yoxdur. Heç bir işin düz getmir. Əvvəllər çox asan bir şəkildə dalınca getdiyin işlər, alınan işlər alınmaz hala gəldi. Bütün planların altı üst olur. Həyatında tez-tez qəzalar baş verir. Ev heyvanlarının o evə gəlməməsi, ilbizlərin o evə məskən salması, saxladığınız ev heyvanlarının tez-tez xəstələnib ölməsi. Namaz qılan insana namaz qılmaq ağır gəlir, dua zikr etmək ağır gəlir. Çox qısa bir zamanda namaz qılmamaq, dua etməmək qərarına gəlir. Zamansız göz yaşı, heç bir səhhətində problem olmayan bir insanın anidən vəfat etməsi. Panik atak, gərginlik, səbirsizlik, dəhşətli dərəcədə insanlarla aqressiya davranışları. Bəli, təəssüf ki, o mənəviyyatını itirmiş insanlar, bir çox insanlara cadu edirlər və hər bir cadunun öz negativ enerjisi təsiri var.
bu insanın üzerinde onun enerjisinden, iradesinden asılı olan bir şeydir. Misal olarak bürcünüzle cadu edirlər sizə. Çox ağır cadudur ve təcrübə tələb edən bir şeydir. Bürcünüzlə olunan cadu səma cisimləri ilə bağlıdır. Ne zaman dolunay olarsa, ayın bitməsi və başlanğıcı baş verəndə, fəsillər dəyişəndə, il tamam olanda çox ağır bir şəkildə izah olunmaz ağırlıq hiss edirsən və işlərin tamamilə bərbad olmağa başlayır. Yedizdirilmə cadusu olunanda isə bədəndə dəhşətli dərəcədə ağrılar baş verir, fizik bədən tamamilə narahat olur. Bəli, su, qida vasitəsilə sizə cadu edirlər. Şəklinizlə, rəsminizlə də cadu edirlər sizə. Bu qara magiyadır. Burada artıq tamamilə başqa şeylər baş verir. Digər cadularla başqa şey. Ən ağırı nəsildən nəslə ötürülən irsi huddamdır, Yevrey cadusu. Yevrey cadusunda o alə tamamilə tarımar olur. Hər bir tərəfə dağılır, tamamilə bir araya gələ bilmirlər və hər bir insan ayrı-ayrı ağır şəkildə həyat tərzı sürür. Bir də insan nəfsə nəzərə gəlir. İki cür nəfs var. Biri adi nəfsdir. Kimisə nəfsindən, nəzərinə, həsədinə uğrayırsınız. Bir müddət bir sıxıntı, bir problem yaşayırsınız və bunu hər kəs yaşamışdır mütləq. Və o keçib gedir. Amma elə nəfs var ki, qara nəfsdir. Qara nəfs nədir? Siz onu təmizlətmədiksə, bir tədbirin görmədiksə, o qara nəfs, həsəd üzərinizdə həyatınıza sıxıntını davamlı şəkildə davam etdirir və onun üzərində heç bir tədbir görmədiyiniz sürəcə o sıxıntılar sizdən əl çəkmir. Bunun çarəsi nədir? Dəyərli izləyicilər, bunun çarəsi Peyğəmbər məktubunun kodlaşdırması, ilahi kodlaşdırma ilə rəhmani batınlama. Ailədə tutaq ki, bir nəfərə olunubdur əməl, amma o ailə bütün ümumi olaraq əziyyət çəkməyə başlayır. Bəli, mənəvi gen bağı ilə, mənəvi set kimi yayılır, o yolxucu mənəvi zülmani xəstəlik və bütün ailəni alt-üst eləməyə başlayır. Bəli, batinlama ailə çərçivəsində görünməlidir ona görə. Hər bir insanda bu negativ enerji təmizlənməlidir. Mənəvi cizladəşmələr olunur, bizdən sizə hədiyyə olunur. Kəbininiz varsa, ailəlisinizsə, kəbininiz yoxdursa kəsilir, varsa yenilənir biz tərəfdən, bu da hədiyyə olur. 4 səmavi kitabın kodlaşdırması, Quran, Tövrat, İncil, Zəburun kodlaşdırması 48 gün ərzində işiniz davam edir biz tərəfdən. Baxın, bu Peyğəmbər məktubu bizdən sizə verilir. Siz bunu qoyursunuz başınızın altına. 40 gün boyunca qalmalıdır başınızın altında. Bəli, burada yazılan bütün kəlmələr hamısı Quran kərimdə seçilmiş. İslam Peyğəmbərinin, Rəsul-i Əkrəmin mübarək dodaq arasından çıxan Həzrət Cəbrail əleyhissalamın vasitəsilə, yardımıyla biri Yasin surəsindən sözün, biri Bəqərə surəsindən, biri Araf surəsindən, biri Vaqiə surəsindən, biri digər surədən, Araf surəsindən götürülüb və dua şəklində cəm olmuşdur. Bunlar hamısı bir-bir süfli cinlərdən, Zuzula qəbiləsindən, bəli, şeytanın zülmani ordusundan qorunmaq üçündür. Mənəvi məsafədən qoruyur. 40 gün ərzində bunu qoyursun başınızın altına və başınızın altına qoyduğu gün xəbər verilir sizə o təmizləmə, batınlama edən kəsə. Quran-ı Kərimlə, duaya qüvvət verilir. Və bütün məlumatlarınıza, hər bir insanın öz doğum tarixi var, əbcəd hesabı var. Bu, Allahın Peyğəmbərinin məktubu, kəlmələri kəlmə-kəlmə 40 gün ərzində başlayır mənəvi kordon bağı ilə yerləşməyə nəfsinizin, başınızın üzərinə. Bu da sizin bütün mənəvi məlumatlarınızı bağlayır ki, heç kim sizə artıq cadu əməl edə bilməsin. Bu rəhmani kodlaşdırma bir insana olduğu zaman sizin məlumatlarınız yenə gedərsə, kimsə ki sizə cadu eləmək istəsin, bu işin içində zırhı rəhman var, qoruyucu dua var. O baxıcı, büyücü hoca sizin başınızın üzərinə əgər həqiqi cadu əməl etmək təcrübəsi varsa, edə bilirsə, baxacaq, bu duanı görəcək sizin nəfsinizin başınızın üzərində, zülmani qəlb gözü ilə və həmən geri addım atacaq. Onun əgər sizə cadu əməl etmək fikri olsa, çox ağırlıq, sıxıntı çəkəcəyi bəllidir. Bəli, bu işin içində ruzi duası, ümumi olaraq cadu əməlin vücuda gətirdiyi negativ simptomları ki var, hansı ki sizə zülmani kodlaşdırma edilmişdir, dəyərli izləyicilər. Bunların hamısı bir-bir rəhmani kodlaşdırma ilə bərpa olunur. Ayırmaq üçün sizə sevgi məhəbbət duası olunur ki, boşanma olmasın, subay xanım və bəylər ailə qura bilsin, ruzi üçün ruzi ilə bağlı şifrəli kodlu ayələr, səhətinizlə bağlı isə şəfa ayələri təlqin olunur.
Videonu bəyənib kommentlə gələn xüsusi olaraq nəzarət altına götürüləcək və digər ücretsiz bedava işlər var.